Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş şəxslər barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib. Yenavaz.com APA isnadla xəbər verir ki, Yasamal rayon məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206.1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirlə biliniblər. Həmin şəxslərdən biri 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3.623.568 manat cərimə cəzasına, digər şəxs isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31.399.709 manat cərimə cəzasına məhkum ediliblər. Eyni zamanda hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş Binance Beynəlxalq Virtual Aktiv Xidməti təminatçısındakı hesabatda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib. Stat: Qeyd edək ki, Cinayət Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vəsaitlərin cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Bununla yanaşı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun 1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə həmçinin virtual aktivlər başa düşülür. Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada geniş müzakirə mövzusudur. Bu baxımdan hazırki dövrədək tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı qlobal miqyasda da nisbətən yeni istiqamət olaraq qalır. Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kriptovalyuta bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır. Statın sonu.